Yeri gəlmişkən, Türk dövlətləri dünya ticarətinin 3,5%-ni təmin edir. 2024-cü ildə isə Türk dövlətlərinə investisiya qoyuluşu 440 milyard ABŞ dollarına yaxın olub. Bu barədə ətraflı hazırda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bizimlə birbaşa bağlantıda olan əməkdaşımız Səkinə Bababayeva son məlumatları çatdıracaq. Səkinə, buyurun, siz efirdəsiz, sözü sizə ötürürəm. Türk dövlətləri bütün sahələrdə olduğu kimi iqtisadi sahədə də qlobal modeldir. Bunu son illərin iqtisadi göstəriciləri də təsdiqləyir. Hal-hazırda yanımda İqtisadi İslahatların Təhlili və Kommunikasiyalar Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı var və biz ondan məhz son illərdə Türk dövlətlərinin iqtisadi göstəricilərinin statistikasını öyrənəcəyik. Buyurun, mövzunun davamını sizdən eşidək. Türk dövlətləri iqtisadiyyatı hal-hazırda 2,1 trilyon dolların üzərindədir və bu dünya iqtisadiyyatının təxminən 1,8%-ni təşkil edir. Və qeyd etmək lazımdır ki, Türk Dövlətləri Təşkilatının ərazisi Avropa Birliyinin ərazisindən də böyükdür, 4,8 milyon kvadrat kilometr ərazini əhatə edir və əhali sayı isə 180 milyon nəfərə yaxınlaşır ki, bu da dünya əhalisinin 2,8%-ni təşkil edir. Və ötən il əgər biz iqtisadi inkişafa baxsaq Türk dövlətlərində ən yüksək artım Qırğızstanda olub, 9%, ən aşağı artım Şimali Kipr, Türk Cumhuriyyəti və Macaristanda qeydə alınmışdı. Amma buna baxmayaraq orta artım tempi Türk Dövlətləri Təşkilatında 4-5% civarındadır ki, bu orta dünya göstəricisindən daha üstündür. Və xüsusi olaraq da qeyd etmək istəyirəm ki, təkcə Macaristanın çıxmaq şərtindən qalan Türk dövlətlərinin hər birində həm sənaye, həm də ki, kənd təsərrüfat məhsulu ötən il artmışdır. Hətta sənaye məhsul nəzmi artıq 540 milyard ABŞ dollarına çatır ki, bu kifayət qədər yaxşı bir göstəricidir. Və bütövlükdə artımın biz səbəbinə baxanda bir məqamı xüsusi qeyd etməliyik ki, Türk Dövlətləri Təşkilatına əsas vəsaitə qoyulan sərmayə, vəsaitlər artır və ötən il Türk Dövlətləri Təşkilatına ümumilikdə 434 milyard ABŞ dolları sərmayə yatırılıb. Əlbəttə, ən böyük sərmayəni Türkiyə cəlb edib, çünki Türkiyənin iqtisadiyyatı daha böyükdür. 290 milyard dollardan artıq Türkiyə iqtisadiyyatına ötən il sərmayə qoyulub əsas kapitala. Macaristan daha sonraki yerdədir, 48 milyarddan bir qədər artıq sərmayə yatırılıb. Özbəkistan və Qazaxstanda təxminən bərabər 40 milyard dollar sərmayə yatırılmışdır və Azərbaycanda isə ötən il əsas kapitala 12,6 milyard dollar sərmayə yatırılmışdır. Gördüyünüz kimi kifayət qədər sərmayə qoyuluşu böyüyür Türk Dövlətləri Təşkilatında və burada da xüsusi olaraq da qeyd etmək lazımdır bank sektorunun rolunu. Çünki ötən ilin statistikasında İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzi tərəfindən təqdim olunan Türk iqtisadi izmalında göstərilir ki, artıq Türk dünyasında bank kapitalının həcmi 1,4 trilyon dollara yaxınlaşır. Bu kifayət qədər yüksək bir göstəricidir və əlbəttə bank aktivlərinin artması bütövlükdə iqtisadiyyatın kreditləşməsi, maliyyələşməsi anlamına gəlir ki, bu da sonraki belə deyək ki, mərhələdə ümumdaxili məhsulun artmasını sürətləndirir. Təşəkkür edirəm ətraflı məlumat üçün. Çatdırmaq istədiklərimiz də bunlardan ibarət idi. Buyurun, söz yenidən sizdədir.